Salam müəllimlər. Bugün qrupumuzda paylaşılan bir neçə sualın izahını vermək istəyirəm. Həmin suallar elektrik sahəsi və elektrik sahəsinin intensivliyinə aiddir. Keçək sualların izahına. Sualda bizə deyilir ki, yükləri müsbət 8 Q və müsbət 32 Q olan K və L cisimlərinin olduğu sahədə A nöqtəsindəki yekun elektrik sahəsinin intensivliyi sıfırdır. Buna əsasən X bölü Y nisbətini tapın. Deməli müəllimlər, biz ilk növbədə K və L cisimlərinin yekun elektrik sahəsinin intensivliyi sıfır olduğu üçün onların istiqamətini müəyyən edək. Deməli, K yükü müsbət 8 Q olduğu üçün A nöqtəsində onun intensivliyi özündən kənara doğru yönələcək. Yəni, bu olacaq YK. Bəs L cismi də müsbət 32 Q olduğu üçün biz bilirik ki, müsbət yükdən elektrik sahəsinin intensivlik xətləri neyniyir? Çıxır. Ona görə də bu da olacaq YL. İndi mən baxıram ki, məsələn, deyə bilərsiniz ki, müəllim, niyə K-nı siz böyük çəkdiniz, L-i kiçik çəkdiniz? Ona görə ki, müəllimlər, baxın, bu aradakı məsafə K-dan A-ya qədər olan məsafə kiçikdir. İntensivlik də məsafə ilə tərs asılıdır. Ona görə də tərs asılı olduğu üçün K nöqtəsinin intensivliyi daha böyük olacaq. Daha doğrusu K yükünün. L yükünün intensivliyi isə kiçik olacaq. İndi mənə deyir ki, yekun intensivliyi sıfırdır. Gəlin bu intensivliklərin fərqini tapaq. Onda deməli, mən müəyyən eləmişəm. K yükünün intensivliyi böyük olduğu üçün K-dan mən L-i çıxmalıyam, bərabər etməliyəm sıfıra. Və bu halda da mən müəyyən eləyirəm ki, K bərabərdir Y-elə. Yəni, K-nın intensivliyi ilə L-in intensivliyi bir-birinə bərabərdir. Artıq məsələni müəyyən qədər həll elədim. İndi K yükü üçün gəlin intensivliyin düsturunu yazaq. Necə yazırıq intensivliyin düsturunu? K Q0 bölünsün R kvadratı. R də yazmayaq, bunun yerinə yazaq X-in kvadratı. Çünki məsafə X-dir. Və ifadəni yazaq burada, qiymətləri yazaq yerinə. Olur 8Q bölünsün X-in kvadratı. Bu K üçün. L üçün necə yazarıq? L bərabərdir. Yenə K vurulsun. Yükün qiyməti nə qədərdir? Müsbət 32 Q bölünsün. Məsafə nə qədərdir? Y-in kvadratı. Deməli, bunların hər ikisi bir-birinə bərabərdir. Bir-birinə bərabər olduğu üçün, baxın, bu K-lar gedəcək ixtisar. K-lar ixtisar gedəndə mən belə bir ifadə alacağım. 8Q bölünsün X kvadratı bərabərdir. 32 Q bölünsün Y-in kvadratı. Bu 8Q ilə 32Q də gedəcək ixtisar. Mən yenə belə bir ifadə alıram. 1 bölünsün X kvadratı bərabərdir. 4 bölünsün Y-in kvadratına. Və burada da mən bu şərti yazsam, mənə deyir X bölünsün Y nisbətini tap. Yazıram X bölünsün Y kvadratı yazaq birinci. Bərabərdir. Necə yazaram? Yazaram 4-də 1. Buradan da hər tərəfdən kök alsam, kök alanda X bölünsün Y nisbəti bərabər olar 2-də 1-ə. Cavab olar A variantı. Keçək növbəti sualın izahına. Növbəti sualda bizə deyilir ki, müsbət Q və mənfi 2Q yüklü X və Y elektroskoplarından X elektroskopuna müsbət Q yüklü A cismi yaxınlaşdırılır. Y elektroskopuna isə müsbət Q yüklü B cismi toxundurulur. Buna əsasən X və Y elektroskopunun köynəkləri üçün hansı fikir doğru olar? Məsələnin şərtinə biz diqqətinə fikir verməliyik. Deməli, müsbət Q yüklü cisim, A cismi yaxınlaşdırılır X elektroskopuna. Yaxınlaşdırılır, amma Y elektroskopuna müsbət Q yüklü B cismi neyniyir? Toxundurulur. Yaxınlaşdırma və toxundurma prinsipi başqa-başqa prinsiplərdir. Necə baxırıq həmin prinsipə müəllimlər? Deməli, bizim verilən bu X elektroskopumuz müsbət Q yüklüdür. Buna biz yazırıq müsbət. Amma Y elektroskopumuz isə necə yüklüdür? Mənfi 2Q yüklüdür. İndi gəlin baxaq. Deməli, müsbət Q yüklü bir cisimdə A cismi yaxınlaşdırılır həmin bu X elektroskopuna.
Bu X elektroskopunun baxın, müsbət yük yazılsa da, bunun içərisində həm müsbət yük var, həm mənfi yüklər. Sadəcə olaraq müsbət yüklər say artığına görə çox olduğu üçün ona görə deyirik ki, elektroskop müsbət yüklənib. Müsbət elektroskopdur. Deməli, bunun içərisində həm müsbət var, həm mənfi. Deməli, onda həmin o mənfilər nə edir? Mənfilər qalxır bura elektroskopun topuzuna. Elektroskopun topuzunda hansı yüklər toplanır? Mənfi. Bəs onda bu köynəklərdə nə baş verir? Köynəklərdə artıq o yüklərin, müsbət yüklərin say artıqlığı baş verir. Yəni artıq elektroskopda deyək ki, müəyyən sayda müsbət yük var idi. İndi onun içərisindəki mənfi yüklər də onun topuzuna çıxdığı üçün burada qalacaq yenə müsbət yüklərin sayı. Əvvəl də elektroskop müsbət idi, sonda da yenə müsbət oldu. Deməli, biraz da artdı yükün sayı. Onda elektroskopun köynəkləri nə edəcək? Köynəkləri biraz da açılar. Deməli, X elektroskopunun köynəyi bir az açılar. İndi gəlin baxaq Y elektroskopuna. Y elektroskopunda nə baş verir? Deməli, Y elektroskopu mənfi 2 Q yüklüdür. Mənfi 2 Q yüklü olduğu üçün artıq bu toxundurulur. Toxundurulanda deməli, mənfi 2 Q yüklü cismin sadəcə olaraq üzərinə də bir müsbət bu şəkildə olur. Müsbət Q yükü gəlinir. Deməli, onda olur mənfi 2 Q, üzərinə gəlinsin müsbət Q, artıq toxundurulma prosesində biz o yüklərin miqdarını nəzərə alırıq. Olur mənfi Q. Baxın, bu mənfi Q yükü həm bu yükün arasında, həm də bu elektroskopun arasında bölünür. Bölünəndə müəyyən miqdarda bölünür. Bunun əvvəl yükü mənfi deməli 2 Q yükü var idi. Sonda nə qədər oldu deyək ki yükü? Mənfi Q-dən biraz az yük toplandı. Miqdar olaraq neynədir? Azaldı. Miqdar olaraq azalarsa, onda həmin bu Y elektroskopunun köynəkləri bir az bağlanır. Ona görə Y elektroskopunda yazırıq, bir az neyniyər? Bağlanır. Bu halda cavab olur D variantı. Keçək növbəti sualın izahına. Sualda bizə deyilir, yükləri Q1 və Q2 olan iki nöqtəvi cisim şəkildəki kimi bərabər bölməli səthdə yerləşdirilir. Yüklərin K nöqtəsində yaratdıqları yekun sahənin intensivliyi Y olduğuna görə Q1 bölək Q2 nisbətini tapın. Deməli, mən birinci gəlin Q-lərin, yəni bu yüklərin işarəsini müəyyən edək. Əgər Q1 bu hər iki, yəni bu Q1 və Q2 yükünün yekun yaratdığı sahənin intensivliyi Y-dirsə, mən elə bir sahə, yəni elə bir intensivliklər çəkməliyəm ki, həmin intensivlikləri toplayanda yekun sahənin intensivliyi mənə bu vektoru versin. İndi mən nə etməliyəm? Deməli, onda Q1 yükü nə etməlidir? Baxın, bu şəkildə yönəlməlidir. Bu yönəldi. Bəs onda nə müəyyən elədim? Müəyyən elədim ki, Q1 yükü nədir? Müsbətdir. Çünki K nöqtəsində Q1 yükündən intensivlik xətləri nədir? Çıxdı. İndi Q2 yükünə baxaq. Q2 yükündə isə deməli yekun intensivlik bir dama aşağı yönəlməlidir, daha doğrusu Q2 yükünün intensivliyi bir dama aşağı yönəlməlidir. Yönəldiyi üçün artıq müəyyən elədim ki, Q2 yükü də necədir? Mənfidir. Və mən burada bunları toplayanda bu intensivlikləri toplayanda belə bir paralleloqram alıram. Mənə yekun həmin bu Y intensivliyi mənə verir bu iki intensivliyin cəmini. Bu intensivlikləri topladım. Yəni yekun intensivliyi. İndi mən gəlin müəyyən eləyək. Baxın, bu bir dama Y qədərdirsə, onda Q2-nin yaratdığı intensivlik də Y qədərdir. Çünki o bir damadır. İndi bəs bu Q1-in yaratdığı intensivlik nə qədərdir? Baxın, Q1-in yaratdığı intensivliyi belə işarə eləyək. Burada da bir dama var. Baxın, burada da bir dama var. Bu bir dama, burada bir düzbucaqlı üçbucaq yaranır. Həmin bu Q1-in yaratdığı bu intensivlik
həmin düzbucaqlı üçbucağın hipotenuzudur. Bir dama yaranan intensivlik y qədərdir. Burada da y qədərdir. Onda deməli bu kübirin yaratdığı intensivlik y1 deyək də ona. Y1 bərabərdir nəyə? Kök altında y kvadratı üzərinə gəlinsin y kvadratı bərabərdir. Kök altında 2 y'nin kvadratı. Bundan da nə çıxır bizə? Bundan da çıxır y kök altında 2. Bunu tapdım. Bəs y2 üçün nə yazmışdım? Y2 üçün də yazmışdım ki, intensivlik bir damadır. Deməli olur elə y qədər. İndi gəlin hər ikisi üçün düsturu yazaq. Düsturu yazsam necə yazaram? Baxın, düsturu yazmamışdan əvvəl. Birinci, kübirin məsafəsini də müəyyən etməliyəm. Kübirin məsafəsi də baxın bu qədərdir. Bu bir damaya r desəm, onda bu iki dama olacaq 2r qədər. Növbəti bu iki damada olacaq yenə 2r qədər. Bu kübirin məsafəsini tapmaq üçün yenə də bu məsafə, yəni bu r1, həmin o məsafələrin yəni Pifaqor teoreminə əsasən tapıram. Həmin məsafələrin kvadratları, kök altı kvadratlarına bərabər. Gəlin yazaq. Deməli, r1-i tapsam, r1 nəyə bərabərdir? 2r kvadratı üzərinə gəlinsin, yenə 2r'in kvadratı. Buradan da alıram 4r kvadratı üstə gələk 4r kvadratı kök altında 8r'in kvadratı. Bunu bu şəkildə saxladım. Bəs Q2-nin məsafəsi nə qədərdir? Q2-nin məsafəsi də 2 damadır. Baxın 1, 2. Yəni bu elə özü 2r qədərdir. 2r qədər. Deməli onda r2 yazsam 2r qədərdirsə, onun kvadratı da mənə verir 4r'in kvadratı. Gətirək düsturları yazaq yerinə. Y1 bərabərdir. K bölünsün. Q1 bölünsün. R1'in kvadratı. Gətirək ifadəni yazaq. K bölünsün Q1. R1'in kvadratına nə yazmalıyam? Kök altında 8r'in kvadratı ilə bizə verir 8r kvadratını. Y2'ni yazsam, Y2'ni bərabərdir. Yazıram K, Q2 bölünsün R kvadratı. R kvadratı üçün də yəni yazıram 2r'in kvadratı, o da mənə verir 4r kvadratı. 4r kvadratı. İndi mən artıq bu Y1 ilə Y2'nin də qiymətlərini bilirəm. Onları da gətirib burada yerinə yazsam, nəzərə alsam. Deməli, bu olur Y kök altında 2. Bu Y1'in qiymətidir. Tapmışam burada. Y2'nin də qiyməti Y'dir. Sonra bunların mən nisbətinə baxıram. Bunların nisbətinə baxsam, bu Y'lər ixtisar getdi. Bu K'lar ixtisar getdi. Gəlin K'ları buradan ixtisar eləyək. Biri buradan, bir də buradan K'lar ixtisar getdi. Onda belə bir ifadə alıram. Kök altında 2 bərabərdir. Necə bir ifadə alaq? Deməli, 8r kvadratı vurulsun Q2, 4r kvadratı vurulsun Q1. Buradan da bu ixtisarlarımı aparsam, burada qalır 2. Mənə də deyir ki, deməli, Q1 və Q2 nisbətini tapın. Amma Q2 burada mənfidir. Çünki mən almışam ki, Q2'nin yükü mənfidir. Sonda onu nəzərə almalıyam. Deməli, onda belə olacaq ifadəm. Q1 bölünsün Q2 bərabərdir mənfi 2 kökdə 2. Cavab olacaq Y variantı.